Ticaretxane Səbt Milli Şurada İran'dı. Qaca zamanı ticaretxane tembakuydu. Bu qismət ticaretxane idi, anbar tembakudu. Buranın üstü ticaretxanalarıydı. Təbəqə-i fövqəladə da sərrafiymiş. Bu da əzəli bina tembaku elməncə 12% rütubət olar. Çün Təbrizin havası xoşdur. Buranın baxsız kulla 6 kanal çeşid. Hem o tul, hem bu tul, hem ərzilər. Baxsız tağların altı baca-bacadır. Bu vəslidir həyətə. Həyətdən havanı alırmış, yerdə həmişən rütubət var. O rütubəti bunlardan qozur üstə ta 12% rütubət təmin olsun. Bərəks, payızda, baharda, qışda rütubət 30 ila 70%. Bərabər ki, o rütubəti beyindən aparsınlar. 2 dənə ocaq var. Biri salonun o dibindədir, biri bu dibindədir. Eyni həm qərinədirlər. Bunlar həmzaman odun yandırarmışlar ta o rütubəti beyindən aparsınlar. İndi gəldi, bir 3 gün, 4 gün yağış yağdı, rütubət çox oldu, aparamadılar. Çünki bu da çox böyük ambar depolardı tütün. Orada bir dənə böyük ocaq var, tənur var. Baxsız, qeyri-standart böyükdür. Onu yandırmışlar, otun közü düşsə, ağzını qoyamışlar, əyilib baxsız, bu kanallara yolu var. Bu issi bu aşağıdan, yine bu bacalardan qalxarmış, üstə cəmaş az kəb, ki rütubət aradan gedərmiş, qədim ümumi hamamları və xəznələri də bu cür qızdırarmışlar. Bir dən Təbrizdən ümumi hamamlara baxsın, 50 nəfər gəyə o da yunur. Ora o soğukta 20 derece zirsipdə aşağıdan isti qalxmasa heç vaxt təhəmmül eləyənməz. O halətdə ta bu rütubəti 70%, 50% yendirilmişdə 12%. Və bunun bu cüllüğü da ki düzəlməkdir, baxsınız, kullan kanallar, o da ziddi zəlzələdir. Çox o da ziddi zəlzələdir ki biz burada 5 dənə biz buranı mərəmmət eləyəndən 99'da 5 tane mühüm zəlzələ olubdur. Ki bizim mesela Şahgölü yolunda evimizdən vəsait düşüb, sınıb, bağlı filan. Yəni biz burada buradaydık, bilməmişik. Çox gözəl. Çünki əslən dəbəşməyib. Eyvallah. Bəh. Təşəkkür edirəm hocam. Sağ olun. Sağ olasınız. Bu da bu səbki memarı da müxtəs memarani Təbrizdir. Bunu bir dənə xanım gəlmişdi, çox müsinlidir İstanbulda. Mən bu tavzih verdim, dedi düzdür. Niyə belədir, dedim bilmirəm. Ah çəhdi orada deyir. Dedim mən 50 ildir İstanbul danışqahında